Milli Şuranın üzvü sabiq deputat Gültəkin Hacıbəyli İstanbulda saxlanılıb, polisə aparılıb. Globalinfo.az qeyd edir. Bu barədə o, sosial şəbəkə hesabında məlumat verib. İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur. Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik 2 illik oturma iznim var. Azərbaycan hökumətinin sifarişi ilə çox güman ki, Türkiyədən deportasiya olunacağam, sabiq deputat vurğulayıb. Hacıbəyli hadisə barədə daha sonra bunları yazıb. Mən əmniyyət işçilərinə sabah saat 9-da IELTS imtahanım var. Onu verib gələcəyəm desəm də, görünür sifariş çox sərt olduğu üçün şans vermədilər. O deyib ki, Ramiz Mehdiyevlə heç bir əlaqəsi yoxdur. Qeyd edək ki, Gülfəkin Hacıbəylinin adı Ramiz Mehdiyev işində hallanır. Onun Türkiyədə polisə aparılması Əli Kərimlinin Bakıda DTX tərəfindən saxlanılmasından və dindirilməsindən bir neçə saat sonra baş verib.